Salam hörmətli izləyicilər. Siz AZİ xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiya naziri Balas Hanko Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə səfər edib. O, universitetin rektoru Dosent Rüfət Əzizovla görüşərək iki ölkə arasında elm, təhsil və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Nazir həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, o cümlədən Azərbaycan-Fransız Universitetinin laboratoriyaları və kompüter otaqları ilə tanış olub. Nazir universitetin maddi-texniki bazasını yüksək qiymətləndirərək Macarıstan universitetlərinin Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu həftə daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mərkəzi Asiya Rektorlar Klubunun 6-cı görüşü keçirilib. Tədbir Avrasiya Universiteti brendingi, kimliyin və qlobal əhatəliliyin tarazlaşdırılması mövzusuna həsr olunub. Görüşdə universitetin rektoru Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ölkənin nüfuzlu ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Qazaxıstan və Özbəkistandan nümayəndələr iştirak ediblər. Çıxışlarda universitetlərin brend strategiyalarının rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışılıb. Daha sonra Avrasiya universitetləri, ortaq dəyərlər icması, dəyərlər və missiya, rəqəmsallaşma və süni intellektin rolu mövzularında panel müzakirələr aparılıb. Görüş çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Özbəkistan və Qazaxıstan universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb. Qonaqlar həmçinin universitetin laboratoriyaları və muzeylərini ziyarət edərək universitetin potensialını yüksək qiymətləndiriblər. Mərkəzi Asiya Rektorlar Klubunun 6-cı görüşü çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Namangan Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb. İki tərəfli görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər elm, təhsil, mübadilə və innovasiya sahələrində, eləcə də elmi layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətlə bağlı razılığa gəliblər. Görüş zamanı həmçinin qarşılıqlı təcrübə mübadiləsi, təhsil proqramlarının inkişafı və innovativ təşəbbüslərin reallaşdırılması imkanları ətraflı müzakirə edilib. Növbəti memorandum universitetdə keçirilən beynəlxalq tədbir çərçivəsində Qazaxıstan Mülki Aviasiya Akademiyası ilə birgə imzalanıb. İki tərəfli görüş zamanı tərəflər arasında elm, təhsil, təcrübə mübadiləsi və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə elmi layihələrin həyata keçirilməsi və təhsil proqramlarının inkişaf etdirilməsi perspektivləri diqqətə alınıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin tələbələri 12 avqust-30 sentyabr tarixlərində İsveçin Trollhättan şəhərində keçirilən SEG-Field kampda iştirak ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SEG tələbə cəmiyyətinin üzvləri Nuray Abbasova, Fərid Əsədli, Məryəm İsayeva, Mədinə Cəfərzadə və Kamilə Rəhimova düşərgədə uğurla iştirak edərək beynəlxalq təcrübə və bilik mübadiləsi imkanı əldə ediblər. Tədbirdə UFAS tələbələri Mədinə Cəfərzadə və Kamilə Rəhimova da uğurla təmsil olunublar. Qeyd edək ki, bu kimi proqramlar tələbələrin peşəkar inkişafına və beynəlxalq əməkdaşlıqların güclənməsinə töhfə verir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi və tələbələri 27 sentyabr Anım Günü münasibəti ilə Zəfər Parkını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi anılıb. Xatirə abidəsinin önünə gül dəstələri qoyulub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Rəvan Həsənzadə Türkiyənin Bursa şəhərində keçirilən düşərgə liderlərinin təlim proqramının ikinci mərhələsində uğurla iştirak edərək sertifikatla təltif olunub.
19-25 sentyabr tarixlərində baş tutan proqram zamanı iştirakçılara liderlik, komanda işi, düşərgə idarəçiliyi, ilkin tibbi yardım və mədəni fəaliyyətlərin təşkili üzrə nəzəri və praktiki biliklər öyrədilib. Təlimlər Karacəli Gənclər düşərgəsində keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Orxan Yusifli və Ziyad Əhmədzadənin də yer aldığı Worstech komandası Texnofest 2025 İstanbul Texnologiya Festivalında ən yaxşı komanda ruhu mükafatını qazanıb. Psixologiyada texnoloji tətbiqlər kateqoriyasında 35 finalçı arasında fərqlənən komanda həm innovativ yanaşması, həm də güclü komanda işi ilə seçilib. Qeyd edək ki, festivalda 96 ölkədən 565 mindən çox komanda iştirak üçün müraciət edib. Yalnız 13 mini finala yüksəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə Qazneft Mədən Fakültəsinin professor müəllim heyəti və tələbələr iştirak ediblər. Alimin elmi və pedaqoji fəaliyyətindən danışılıb, şəxsi xatirələr bölüşülüb. Sonda iştirakçılar Mirzəcanzadəyə həsr olunmuş 30-a yaxın nəşrin yer aldığı kitab sərgisi ilə tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 15 magistr və doktorantı 29 sentyabr 3 oktyabr tarixlərində Avstraliyada keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində iştirak edir. Dayanıqlı kosmos, dayanıqlı yer mövzusuna həsr olunmuş tədbirdə universitet konqresdə iştirak edən ən böyük akademik heyətə sahib ali məktəbi olub. Qeyd edək ki, konqresdə iştirak edən tələbələrin araşdırmaları Scopus bazasında indekslənəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Expo mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab sərgisində iştirak edir. Sərgidə universitetin Kitabxana İnformasiya Mərkəzi tərəfindən 100-dən çox kitab, jurnal, miniatür kitablar, eləcə də tələbələrin müəllifliyi ilə ərsəyə gəlmiş rəsm əsərləri ziyarətçilərə təqdim olunur. Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 1-7 oktyabr tarixlərində Bakı Expo mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab sərgisi müasir humanitar düşüncənin aktual mövzularına həsr olunub. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.